Sabahınız xeyirli olsun. Vaxtilə Azərbaycanın ərazilərində qondarma rejim yaradaraq orada dırnaqarası müxtəlif vəzifələr tutub, ölkəmizə və xalqımıza qarşı çoxsaylı cinayətlər törədən Aray Kartunyan və digərləri bugün də məhkəmə qarşısındadır. Bir neçə dəqiqədən sonra Bakı məhkəmə kompleksində növbəti baxış iclası başlayacaq. İlkin məlumatlar ondan ibarətdir ki, bugünkü iclasda iş üzrə keçən çoxsaylı sənədlərin elan olunması davam etdiriləcək. Qeyd edək ki, həmin sənədlər 2548 epizod üzrə toplanmış sənədlərdir. Həmin sənədlərdə Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə və həmin müharibəni aparmaqdan ötürü yaradılmış cinayətkar birliyin əməlləri bir daha təsdiqini tapır. Hazırki mərhələdə 1990-cı illərin əvvəllərində törədilmiş cinayət hadisələri tədqiq olunur. Həmin hadisələrdə bir daha cinayət əməlləri subutlarla, faktlarla təsdiqini tapır. Görüntülərdən də göründüyü kimi artıq zərər çəkmişlər Bakı məhkəmə kompleksinin keçirildiyi inzibati binaya daxil olurlar. Onlar zərər çəkmişlər və zərər çəkmişlərin hüquqi varisləridir. Məhkəmə prosesində əyləşirlər. Qeyd edək ki, bu cinayət işi üzrə çoxsaylı zərər çəkənlər var. Eyni zamanda bir neçə dəqiqə bundan əvvəl təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı da prosesin keçirildiyi Bakı məhkəmə kompleksinin inzibati binasına gətirildi. Onların vəkilləri də buradadır. Hər bir təqsirləndirilən şəxsi iki müdafiəçi hüquqlarını müdafiə edir. Eyni zamanda prosesdə zərər çəkmişlərin nümayəndələri də iştirak edir. Proses açıq keçirilir və biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı daha detallı şəkildə məlumatları tamaşaçılara çatdırmağa çalışacaq. Hələlik isə bu saat olan informasiyalar bundan ibarətdir. Yenidən söz sizdədir. Buyurun.